Çünki nə vaxt evlənməyə fikirləşirsən? Sən də elə bir biraz kəkəlmisən, hə? Bugünkü mövzumuz toksik insanlar, qohumlar və dostlardır. Peki, xoş gəlmisən. Görüşmədik. Bakalım da görüşmüyor. Çok problemler, mesafeler girdi araya. Ona göre de çekebilmedik. Toksik insanlardan danışırıq bugün. Toksiklik nedir? Sualıyla başlamak istəyirəm. Açıkçası bu çox ağır bir mövzudur məncə. Çünki ətrafımızdakı 95% insanlar məncə indi toksikdirlər. Çox insan heç bunu hiss eləmir. Toksik insanlar manipulyasiya məncə çox sevirlər və bunu heç sən hiss də eləmirsən. Ən yaxşı olmağa çalışırlar və məncə pis düşündükləri üçün həmişə neqativ olmağa çalışırlar. Var sənin ətrafında toksik insan? Ya məncə olmayan insan yoxdur. Yəni yox deyirsənsə deməli sən çox da hələ də onun içində olduğunu anlamırsan. Yani benim ətrafımda toksik bir insan yoxdur. Ama ben çok dürüst bir insan olduğum için onu deyə bilərəm ki, toksiklik demək Tıxtıq xanım deməkdir. Mən buyuna çox razıyam bu arada. Belə, yəni toksiklik haqqında məncə danışacaq çox sözümüz var. Çox mənim başıma gəlməyib, amma mən də ətrafdan gördüklərimdən danışacağam. Biz hamımız Qafqaz ailəsində böyüdüyümüz üçün Qafqaz qohumları, ana atası, bacı qardaş, bir oğlu falan filan. Və bu mövzuya məncə biz toxunaq. Şəxsi həyata qarışan qohumlarımız. Çünki mikrofonu sənə verirəm. Bir cümlə keç. Yəni məncə açıqcası mənim və çox gənc insanların yaralı yeridir bu qohumlar. Çünki yəni qohum deyəndə ana ata da məncə çox vaxt toksik olurlar. Mənim öz nümunəmə baxanda, yəni ana ata da çox üzülərək deyirəm ki, çox vaxt toksik olurlar və sən bu mühitdə böyüdüyün üçün sən də qorxduğun insana çevrilirsən bir yaşdan sonra. Qohumlara gəldikdə, yəni həmişə həm xalqın uşağı olursan, daha onlara yaxşı olduğu ömür boyu sübut eləməyə çalışırsan. Yəni mən də xalam oğlu kimi olacağam, xalam qızı kimi yaxşı olmalıyam. Məsuliyyəti üstündə olur. Çünki bilmirəm, həmişə qiyaslanırsan başqa uşaqlarla. Həmişə qızlara deyirlər ki, niyə evlənmirsən? Məncə evlənməlisən. Oğlanların da çox işlərini məncə bəyənmirlər. Sən bu maaşla nə edəcəksən, necə bir ailə saxlayacaqsan kimi məncə çox suallar var. Qohumlara veriləcək və deyiləcək. Mən burada öz qətimə salmaq istəyirəm mövzuya. Nə vaxt evlənirsən mövzusunda bunu yəni buradan bilməm qohumlarımıza bu gedəcəkmi? 18-19 yaşımızda evlənməyimiz təbii ki də məntiqsizdir. Mənə görə məncə ailə təhsil önəmlidir. O vaxt tərəfənə bilmirik. 25-28 yaş arasında da evlənməyə adam olmur. Çünki sən artıq gözün çox açılır, sən artıq ətrafı bilirsən, oğlanları tanıyırsan, oğlanların atacaq hər yalanını bilirsən. Ona görə də yəni birlikdə tərəfənəcəyin bir insanı tapmaq çox çətin olur, çox seçici olursan. Və qohumların burada da bir iradları olur ki, çox seçicisən, çox gəzmən, biraz otur, filan kəsin oğlu var. Olsun maaşı 700 manatdır, amma yaxşı oğlandı falan. Hardan bilirsən yaxşı olduğunu? Belə baxanda bir evin içinə mi girmişəm onunla? Ya nə bilim, birlikdə oturub durmusan mı? Hardan bilirsən yaxşıdır? Yəni qohumların bu iradları mən çox əsəbimə toxunur. TikTok xanım olaraq, bir soyadı qadın olaraq bunu demək istəyirəm. Gördüyümüz üzərə Tıxtıq xanımın bu mövzu çox yaralı yeri oldu, evlənmək. Yəni özü çox sevirdi ya bu mövzunu. Mən biraz uzağam deyə çox evliliyə girməyəcəm açıqcası. Çünki mənə bu toxunmur. Bir qulağımdan alıb bir qulağıma verdiyim üçün evlilik mövzusunda mən açıqcası ailədə bu baskını hələ yavaş-yavaş görürəm. Bu yaşıma qədər çox görməmişəm. Mən daha çox müqayisə edilməyi travma olaraq almışam deyə həmişə başqaları ilə müqayisə edilirik. Bütün yəni xalqın uşaqlarının keçdiyi başqa qohumların uşaqları ilə də. Ona görə qohuma çox ağır bir məsələdir və Qafqaz ailəsindəsənsə bu həmişə sənin bir parçandır. Təbii ki, başqa ölkəyə oxumağa ya da yaşamağa getdinsə ya da uzağa bir evlilik elədinsə çox şanslısan. Çünki bir yerdə ancaq bayramdan bayrama bir münasibət qalır, amma eyni mühitdə çox çətin olur. Yəni xaricə evliliyə gedəndə də sən eşitmədiyin sürəcə bir problem yoxdur. Amma sən arxanca o qədər danışırlar ki,
Yəni o qədər danışılan Azərbaycanda tapa bilmədi də. O onsuz da fərqli şey deyildi. Ona görə xaricə getdi. Evladı Azərbaycanda alan olmazdı axı. Normal oğlan heç o tərəfə baxar. Sonra da gəldik Ramazan ayı deyə biz onsuz da qeybət edəmirik. Yəni də sözlü deyirəm. Buradan da çox həzin toksik qohumlarımızın kateqoriyalarına keçmək istəyirəm. Qeybəti sevər qohumlarımız. Hamımız əslində belə baxanda qeybət sevirik, o heç. Amma özünü mələk kimi göstərib başqalarının dalınca 2 saat danışıb sonra ay yox mən açıqcası qeybətdən artıq uzaq olmağa çalışıram çünki qeybət çox neqativ bir enerjidir deyən qohumlarda təəssüf ki var. Və biz də təbii ki də onlardan məsləhət almağımızı gözləyən qohumlar da var. Var və Allahım ən sevdiyim mövzu ola bilər və ya kateqoriya ola bilər. Çünki ailədən ən çox da bunu mən görürəm. Çünki o yaşca böyüdü və hər şey ondan soruşulmalıdır. Məncə bir yaşdan sonra yaş hörməti itir məncə. Çünki bir insana məndən məsələn 20 il çox yaşadığına görə mən çox hörmət eləmək istəmirəm açıqcası. Əgər mənə bir xeyri deymirsə və mən onun hərəkətlərində o yaxşı insanlığı görmürəmsə, məndən çox 20 yaş yaşayıbsa, yəni mənə nə var belə baxanda? Yəni ilk universiteti o bitirib, uşağın ilk ailədə uşağı xaricə o gedibsə, deməli o hər şey xarici haqqında bilir. Nə bilim, yəni məncə bu çox ağır bir mövzudur. Müqayisə edən qohumlarımız var bizim. Müqayisə edən qohumlar haqqında nə demək istəyirsən? Yəni, məsələn, sən imtahanın var, sənə uğurlar qızım ki, indi 11-lərimiz imtahan verir. 11-lərə ürəkdən uğurlar arzuluyuruq. Nə olursa olsun, əsas sizsiz. Yəni, təhsil yaşınızsa da azdır, təhsil yerinə alınar, universitet yerinə oxunar. Yəni, o pul, hazırlıqlara gedən pullar sizin içiniz olsun, belə pis çıxmasın. Əsas sizsiz. Heç nə üçün oturub pis olmayın, amma bizim o qohumlarımız kim imtahanın gecəsi yığırlar analarımızı, nənələrimizi. Sənin oğlun neçə bal yığıbdı? Filan kəsin ki, 300 balı yığıbdı ya, halal olsun ona. Bana da qalır belə qısıla ki, deyim mi, demir. Hayır, bizimkinə də cavabları çıxmayıb, hesablayırlar. Ən sonunda da kodlaşdırmanı səhv edibdi deyə bir çıxış yolu tapılır. Yəni, bu qohumlardan nə demək istəyərsən Türkçə? Birinci demək istəyirəm ki, indiki yığdıqları balın 3-4 il sonra heç bir dəyəri olmayacaq. Heç kim onlardan artıq soruşmayacaq sən neçə balla gəlmisən. Ona görə məncə çox da yəni dərd ediləsi bir mövzu deyil. İkinci müqayisə qalanda, yəni ən çox da bizim məncə vaxtımızda bu müqayisə var idi. Bal söhbətində. İndi o qədər də məncə yoxdur, amma əvvəllər biz çox o təzyiqlə böyümüşük. Yəni başqaları belə yığdı, sən niyə oxuya bilmirsən? Sənə eyni pul tökülür hamıya, sən niyə az yığırsan, o daha çox yığır. Təzyiqlə böyümüşük və maalesef məncə böyüyəndə biz də artıq uşaqlarımıza o təzyiqlə yanaşacaq. Çünki insan nə qədər dəyişməyə çalışsa da, yəni bir yerdən dəyişə bilmir. Məncə başqa bir kateqoriyada var qohumlarda ki, səni o qədər bəyənmir ki, öz beynində səninlə heç dialoqa belə girməyə istəməyən bir qohumlar da var. Yəni məncə bu daha çox maddi bir vəziyyətdə insanlar maalesef bu dünyada o qədər pula dəyər verirlər ki, insanlıq bir yerdə itir və hər şey pulla ölçüldüyünü düşündüyü üçün sən əgər maddi vəziyyətin yaxşı deyilsə, səninlə oturub danışmağa belə özlərinə rəva görmürlər. Çox qohumlarla əlaqəm olmadığı üçün, əlaqəm olduğum qohumları da sevdiyim üçün mən çox bir şey demək istəmirəm. Yəni qohumdur bu. Qohum dediyim Bir dəqiqə mən bu araya girmək istəyirəm. Ata və ana tərəfindən mən də ona gəlirdim. Yəni ata tərəf pisdir. hamında. Ata tərəf həmişə pisdir. Yəni bir yaxşı tərəf eşitməmişəm açıqcası. Yəni hamında ilk sual ata tərəf pis olur. Ana tərəfin yaxşı olmağı da bu şansdır məncə. Mən ana tərəfindən çox razıyam. Şükürlər olsun ki, yəni içi mənim anam qarışıq. Mən çox şanslıyam ki, mən belə bir anam var. Burada əgər o məni eşidirsə, Buradan da bu xanımın toksik olduğunu görə bilərsiniz. çox yaxşıdır, çox mükəmməl bir qadındır. Məncə nəslimizin göz bəbəyidir mənim anam. Mən anamdan fəxr edirəm. Ya mən toksik bir insanam, amma mən dostlarıma qarşı toksik deyiləm. Yəni mən istədiyimi əldə etmək üçün mən bir ordunu da manipulə edərəm, hamını öz yoluma gətirərəm, hamını öz tərəfimə çəkərəm ki, tək ki mənim istədiyim olsun. Yəni o toksiklik sayılır indiki dövrdə, amma bizim vaxtımızda bu toksiklik deyildi, sadəcə istədiyinə nail olmaq idi.
Yəni mən ilişkidə daha çox toksikəm. Bunu da inşallah bir sonraki epizodumuzda biz danışacağıq. Onda artıq tülkü susacaq, ortaya Pıxlı xanım girəcək. Mən çox həyəcanlıyam gələn mövzu üçün, çünki mən bilirəm ki, yəni babası Tutu xanımdır mövzunun. Bu arada ana ata tərəfindən danışanda ata tərəf məncə həmişə, yəni çox şanslılardır yaxşı olan, amma mən 95% məncə həmişə toksik və çox çətin tərəf olurlar. Ana tərəfdə yaxşı deməyim, daha çox zərərsiz olurlar deyim. Ata tərəfindən müqayisə ilə. Yəni mənim ətrafımda, yəni mən toksik olan insanları həyatımdan çıxartmışam. Mən asla yazığım gəlmir. Hər şey yox qalsın. Birdən xətrinə dəyər insan deyiləm. Yəni mən bir məclisin içində də eşitsəm, görsəm, hiss edəsəm ki, mən xoş deyil, ya nətərsə mənim alanıma girir, mən onun yerindəcə cavabını verirəm. Sonra da nifrət edilən övlad oluram o masada. Amma ya mənim ətrafımda toksik insan yoxdur. Toksik mən özüməm ilk tərəfdən. Belə qohumlardan başqa deyəcək bir söz var. Qohumlar əslində var, çox var. Prosta Amma Allaha buraxıram. özür istəyirəm məncə. Allaha buraxın. Yəni qohumlara çox fikir verməmək lazımdır. Sadəcə öz keyfimizi pozmamaq lazımdır. Biz nə qədər desək hamı fikir verir. Biz də indi fikir veririk. Yəni mən də bir yerdə desəm ki, əşi onların nə var, mənim öz həyatım bir yerdən sonra ailə içində danışılır deyə dərd eləyirsən avtomatik. Amma yəni əgər sizdə o iradə varsa, inşallah olar. Yəni məncə qulaq asmayın onlara, çünki bir yerdən sonra həyatı siz yaşayırsınız və onlar ölüb gedəcək, siz yaşayacaqsınız o həyatı. Təbii ki də Allah Taala hamıya sıralı ölüm versin, türklər demiş. Amma necə deyirlər, içilər, kərvan keçər. Yəni qohumdur da, oturacaq öz qızına yaşada bilmədiyini ya da onun bunun paxıllığını sizin üstünüzə tökəcək. Ona görə də asla və asla fikir verməyin buna. Amma həyatımızın elə bir dövründəyik ki, bizim ətrafımız da çox böyük bir rol oynayır. Bizim dostlarımız, tanışlarımız. Toksik dostlar var burada Türkdə. Yəni paxıl, səni rəqib kimi görən və ən sevmədiyim də mənim enerji vampiri dostlarımız. Nə demək istəyirsən bu mövzuda? Mən dostum sən olduğun üçün mən dostumdan da çox razıyam. Nə paxıl bir insan deyil, nə özünü rəqib kimi görmür, nə də ki enerji vampiri deyil. Mən burada bu sözümü deyim və ortadan çəkinirəm. Toksik olmadığını düşünürəm. Yəni məncə daha çox ailə və münasibət. Məncə münasibətdə və ona gələn dəfə hamı şahid olacaq. Amma dostluqda təbii ki, ətrafda olub, indi də var elə insanlar. Məncə ilk enerji vampirləri məncə çox ağır bir mövzudur. Çünki insanla oturub danışanda ilk başda bismillah eləyib o qədər neqativdən danışır ki, və sən açıqcası bilirsən ki, onun həyatı o qədər də pis deyil və beynində avtomatik müqayisə edirsən ki, yəni onun həyatı məndən qat-qat yaxşıdır, amma oturub indi ağlayır, mən nə reaksiya verməliyəm və artıq o qədər ağlayır ki, sən sevinməyə özü və lüks bilirsən deyə sən də oturub ağlamağa başlayırsan ki, ya məndə də pisdir onsuz da. Yəni bu da bir yerdən sonra onunla bir saat keçirdikdən sonra sağollaşanda üstündə inanılmaz bir ağırlıq hiss edirsən ki, yəni mən indi nə yaşadım da, yəni bütün enerjim gedir. Yəni elə insanlardan nə qədər uzaq olmağa çalışsaq da, məncə mən o qədər iradəli bir insan deyiləm və o insanlarla əlaqəni kəsə bilmirəm. Yəni mən səninlə tamamilə razıyam dediklərinlə. Necə mükəmməl bir dostluğumuz var bizim. Yəni belə deyim, enerji vampirləri mənim həyatımda olub. Bu arada keçmiş dostluğumla danışım, dostlarımla danışım. Yəni deyir, qızım sənə deyirəm, gəldim səni eşit. Biraz belə negativ olan insanlar var. Özlərinə asılı olmadan negativ olurlar. Mən bunu anlaya bilirəm. Amma yenə də məsələn, gəlirsən deyirsən ki, misal üçün də indi mən bilet almışam, sabahlarım gedirik. Bir başlayır, yox falan şey var, behman şey var, mən bunu necə gedəcəm? Mən bunu deyirsən ki, bırax da, hər şeyi bırax. Gəl gedək, gəzək, biraz nəfəs alsın, yox, dərs var, ev var, o var, bu var. Biz buna məsuliyyətli olmaq deyirik, amma neysə. Yəni, toksiklərin bir nəvi şeydir bu da, apravdanyası, düzürsən bunu, Azərbaycan dilisini unuttum. Yəni, enerji vampirləri çətindir, mənim ətrafımda var idi. Məsələn, mən o insanın hər şeyini həmişə qaçırdım, hər zaman, amma mən bir qarşılıq görmürdüm ondan. 10 ildən çox bir dostluğum var idi və mən onu bir gecə ansızın bitirdim ki, yox, artıq mən davam eləmək istəmirəm buna. Belə sən də bilirsən, Türkiyənin səndən gizlətdiyim bir şey yoxdur. Yəni 10 illik əslində məndə elə bir experience-ım oldu dostluqda. Yəni uzun il dostluğunda insanın məncə
üstündə bir yük olur yaşanılan o illər ki, mən bu insanla ya məni neynəsə də mən onunla dostluğumu bitirməməliyəm. Çünki ortada bir uşaqlıq var, məktəb illəri var falan filan. Amma bir yerdə elə bir balaca bir şeydən bitir ki, sən anlayırsan ki, sən bu qədər dəyər verirdin, amma ortada heç nəyin üstünə bir dostluq bitirsə, deməli iki tərəf də o qədər də dəyər vermirmiş. Bəlkə də elə sən özün də vermirdin. Çünki sən verən bir insan verəndə hər şey eləyir ki, onu qaytarmaq üçün. Amma bilirsən ki, çünki daha çox məncə ego yarışları olur bu dostluqlarda. Çünki sən düşünürsən, bir insan düşünürsə ki, mən addım atsam, o ego eləyib addım atmayacaq, deməli onsuz da o dostluq bitməlidir. Çünki mən bir dəfə barışmaq düşüncəsində olub onu düşündüm ki, 100% mən addım atacağam və yox cavabı alacağam. Onda anladım ki, yəni mənə belə bir dostluq lazım deyil. Hal-hazırda çox yaxın dostluq eləmədiyimiz amma ətrafımızda olan bir insan var. Hansı ki, məsəl üçün bir yığıncaq olur, çağırırsan o insanı. Çünki çağırmamaq mümkün deyil. Yəni bizim hətta bir ara dərdimiz var idi ki, biz sabah evlənsək, yəqin ki, bunu ondan gizli eləyərdik ki, o bizim şadgirəmizdə olmasın. Yəni o insan məsələn çağırırsan o yığıncağa, gəlir. Bir başlayır hamının keyfini pozmağa. Sən çox arıqlamısan, yox sən çox tükənmisən, sən saçın belə olubdur, sən kipirik qoymuşsan, sənə heç yaraşmır, sən dodağı böyütmüsən, niyə bu qədər böyütdün, ya da çox balaca alınıb, heç nə vurmamısan. Otur o sifətlə, hər şeyə bir sifət, hər şeyə bir söz, qaş-qabaq, durub əylənə də bilmirsən yanında, yəni çox itici insanlardır məncə. Bunda yəni sən zamanla ya anlayıb qəbullanırsan, o insanı çünki silə bilmirsən, ki bizim Türkümüzdə də insan silə bilmir həyatından, ya da ki orada restini çəkib hamının yəni tüm orada oturanların əhvalını pozub çıxıb getməlisən olmasadan ikincini biz çox eləyə bilmədiyimiz üçün normal olaraq birinci tərəfə daha çox yönlənirik. İnsanlar yəni çox qəribə bir varlıqdır əslində. Niyə toksik olurlar? Yəni bu tərbiyədənmi irəli gəlir, ya mühitdən irəli gəlir, yəni bir xəmir kimidir əslində bəzi yaşlarda, yəni sən çox gözəl bir ailədə böyüsən də yaş keçdikcə artıq mühitin dəyişdikcə toksik ola bilirsən. Yəni məncə yəni bizim ailələrə baxanda, yəni Qafqaz ailələri deyək, daha çox ilk başda tərbiyədən gəlir. Yəni çox şanslısan əgər sənin anan atan toksik deyilsə, çünki ancaq yaxşılıqla böyüyürsən, amma bir yerdən sonra ya ailədən ya da ki mühitdən məncə, çünki girirsən dostluğa, məktəb vaxtından başqalarının paxıllıqlarını görürsən, sən daha yaxşı olmağa çalışırsan. Yəni daha çox paxıllıqla başlayır. Çünki indiki dövrdə, yəni adi Instagrama, TikToka girəndə fiquradan başlayıb maddi vəziyyətə qədər mən niyə belə deyirəm, mən niyə belə deyirəm düşüncəsi ilə bir yerdən sonra toksik olmağa başlayırsan, özünü müqayisə edirsən, o insanlarla münasibətdə olanda özünü daha yaxşı göstərməyə çalışırsan bir fake bir hərəkət kimi və görürsən ki, hə mən də bir yerdə artıq toksik oluram. Amma bu münasibətdə demirəm. Münasibət tam başqa bir şeydir. Mən indi sadəcə insan əlaqələrindən danışıram. Bir də dostların arasında şey var. Bu tip dostlar var məsələn. Görüşüm var. Yəni uzun demeyeyim də məsələn sən xaricdə oxuyursan, o dostun Bakıda qalıbdı, siz görüşürsünüz. Səndə nəsə bir dəyişiklik var, saçı boyamısan, ya nə bilim tərzi dəyişmisən, ya arıqlamısan, ya da kökəlmisən özünə yaraşdırdığın üçün dostuna ilk görüşəndə şey deyir, çox qəşəng olmuşsan, amma saçımı kəşki belə eləməzdin, çox sarı alınıbdı, ya da kökəlmisən, hə özün istədin kökəlməyi, məsələn. Yəni kökəlib insan, bəlkə bir problemi var deyə kökəlibdir. Ya bəlkə onun üçün də bu problemdir. Kökəlmə niyə üzrən vurursan? Saçı ümumiyyətlə gəlib saç haqqında bir rəy bildirən insanları mən anlamıram. Saçdır. Bir insan saçını qısa kəsibdirsə, o saç, yəni sən gedib o saçı təzədən yerinə yapışdıra bilmərsən. Rəyi özünə saxla. Dost kimi demən başqadır, amma altından belə qurtdu demən çox çətindir. Məsələn, bizim ətrafımızda da bir insan var. Hamı ilə çox yaxşıdır, hamı ilə çox minnoşdur, hamının dərd babasıdır sözdə. Onun dərdinə qaçır, problemindən qaçır. Amma o insanlar o masada olanda sevir, öpür, qucaqlayır, yaxşı ki varsan, sən çox güclüsən deyir. Amma biz özünə çox yaxın gördüyü üçün qalan şəxslər masadan qalxandan sonra bizim yanımızda başlayır o insandan qeybətini eləməyə ki, o əslində heç nə layiq deyil, heç nədən nail olmayacaq, o əslində çox toksik bir insandır, mənim üçün enerjimi çəkir deyən insan. Biz də belə deyənlər özünə baxarıq ki, artıq ki, bu indi yaxın dediyi qızlar haqqında bunu deyirsə, göründə masadan biz qalxanda burada nə söhbətlər gedir deyə biz suallar içində oluruq.
Yəni bir də belə bir insanlar var ki, mənim müşahidəmə görə ailədən o qədər sıxılırlar ki, yəni məsələn qızın çox sevgilisi olmaz, məsələn qız dodaq eləməz, qız çox bayıra çıxmaz kimi şeylərlə böyüdüyü üçün başqaları bunu eləyəndə içdən yəni üzdə pisləyir, amma içdən o olmağa çalışır daha çox. Yəni məsələn, ay sən çox dodaq şişirdirsən, tipa sənə icazə verirlər bir sual, amma əslində özü o qədər dodaq eləmək istəyir ki, ya da məsələn adi sevgilisi, sevgili mövzusu məncə çox ağırdır indiki qızlarda. Ailə çox başqa oturub başqa qızlardan danışır. Baxın məsələmdə, yəni onun qızı neçə dənə sevgilisi oldu, getdi özünü güclə birinə soxdu, evləndi deyə bir mövzu var və o da ailədən bu mövzunu gördüyü üçün sevgililikdən qorxur, qaçır, amma başqalarını da görəndə paxıllıq edir. Ay görürsən onun nə qədər sevgilisi oldu. Amma əslində o da istəyir. Məncə bu bizim Qafqaz ailələrinin ən böyük problemi odur ki, ailə o qədər qızın yanında ya da oğlun yanında başqalarından danışır ki, avtomatik ailəm də mənim haqqımda belə bir düşüncədə olmasın qorxusu ilə heç nə eləməyib, başqalarına o paxıllığı əks etdirirlər məncə. Ümumiyyətlə, kimlə istəyirsiniz gəlsin, kimlə istəyirsiniz yeyin, için, yatın, durun. Yəni kiminlə fikirləşdiyin niyə bu qədər önəmsəndir, mən anlamıram. Yəni istəsən bir çıx bayırda gəz. Yəni çıxma da hal-hazırda bizim ölkədə olmaz elə eləmək. Mən ümumi olaraq deyirəm. Yəni kiminlə fikirləşdiyi niyə bu qədər önəmlidir bizim üçün? Yəni sizin üçün demirəm, bu bizim üçün də keçərlidir. Sən bugün makyajsız çıxdım. Ayda mən niyə makyajsız çıxdım ki, mən Türkiyədə yaşayanda mən makyajsız çıxırdım, amma mən hal-hazırda Bakıda makyajsız çıxanda özümü çox narahat hiss edirəm ki, yox, mən belə çıxmayım, mənim Bakı küçələri belə görməsin. Heç nəyə takılmaq lazım deyil. O qədər üç günlük dünyadakı qaşla göz arasında da ölüm var. Ona görə də necə istəyirsiniz, kiminlə fikirləşir, toksit insanlarda rədd eləmək lazımdır. İnsan, yəni, sabah bəlkə başımı qoydun, öldün. O dodağı şişirtmək istəyirsənsə get şişirt. Buradan mənim səsimi eşidən izləyici. Saçını sarıya boyamaq istəyirsənsə get boya. Mini-yığ istəyirsənsə get, geyin. Nə biləm, yəni takmayın uşaqlar bunu. O qədər dəyməz ki. O qədər dəyməz ki. Yəni 5 il, 10 il sonra həyatımızda bəlkə də olmayan bir insanlar üçün oturub bunu düşünmək heç dəyməz. Özünüzə yazığınız gəlsin. Ümumiyyətlə hal-hazırda Azərbaycanda mən çox qanunla, ümumiyyətlə xəbərlərdən biraz uzağam. Eşitdiyimə görə sən kökənlisən. Sözü cərmədir. Yəni məncə çox bu vaxta qədər saydıqlarımızdan ən böyüyü ola bilər. Çünki məncə biz ikimiz də bu travma ilə böyümüşük iki qız olaraq. Yəni mənim ən nifrət elədiyim bir cümlədir. Yəni mənə deyilməyə ehtiyac yoxdur. Çünki mən bunu o qədər beynimdə düşünürəm bütün günü və özümə baxıram ki, məncə yox 100% bir travma olduğu üçün. Yəni mənə hiss edirəm ki, biri deməmişdən qabaq mən o atakaya keçib özüm deyirəm ki, hadi mən deyəsən biraz kökəlmişəm ki, biri mənə o cümləni qurmasın. Şey də var, nə vaxt evlənirsən, amma yenə gətirmək istəyirəm biraz mövzunu. Məncə bizim, mən indi biraz toksiklikdən kənara keçəcəm. Məncə 95-2002 arası doğulanlar çox bəxtləri gətirmir. Yəni bu baxımından balaca çıxdı oğlanlar qəribə bir şəkildə. Nə bilim, evlilikdə bəxtimiz gətirmir, işdə bəxtimiz gətirmir. Ətraf mühitdə çox baskı altındayıq. Elə bir qohumların fikirlərini çox beynimizə takırıq. Amma 2005-dən sonra doğulanlar o qədər rahatdılar. Oğlanlar laydivardılar hamısı. Yəni mən belə baxıram, mən şokdayım. Maşallahınız var. Kəşke biz də biraz gec doğulardıq. Sizə pokoleniyaya çata bilərdik. Çox ağıllıdılar. Ağıllı olmasalar belə asla öz haqlarını əzdirmirlər. Yəni bizə, məsələn biz ən son işimizdə bizə çox cüzi bir maaş verirdilər, amma bizi üz istəyirəm ifadəmə görə çapırdılar, necə lazımdır. Yəni onu elə bunu elə biz də ailələrimizdən o qədər yox deyə bilmirik ki, yəni bizim analarımız məsələn deyirlər ki, mən oturmuşam, dədəvə dözmüşəm, mövzuları keçirəm. Biz o qədər dözməyə razı insanlarıq ki, biz oturub dözürdük işdə. Amma indi sən onu məsəl üçün də 20 yaşında bir gəncə elətdirə bilmərsən. O öz haqqını arayacaq ki, yox, nə qamsəsən mən məsəl üçün 500 manat maaş verirsən, mən o mənim işim deyə mən onu eləməməliyəm. Yəni belə insanlar da mən çox paxıllığım tutur əslində. Və elə insanlar mənə daha çox dürüst insan kimi gəlir. Hər insanla dostluq edərəm, yox. Yaş fərqi olduğu üçün, amma qıraqdan 20 yaşında birinə baxıb mən həsəd aparıram açıqcası. Belə toksiklik haqqında başqa demək istədiyim mənim bir sözüm yoxdur. Türki səndə var? Bizim pokoleniya məncə çox
doğrudan da bəxtsiz oldu. Bütün korona oldu, yəni müharibə oldu ki, indi yenə başqası başlayır. Yəni ona görə məncə çox şanslıq o şeydir və məncə bizim yaşıdlarımız ya universitetdə tapıb sразу evləndilər ya da tapa bilmirlər. Bizim kimi. Yəni çünki get-gedə doğrudan da tapmaq çox çətin olur. Məncə həm qızlar, həm də oğlanlar üçün. Yəni bir də ki, yəni hər şey eləyin, hə dodağı, saçı o yan bu yan, amma məncə bir yerdə də yəni çox avropalaşma da gedir. Açıqcası bu mövzuya toxunmaq istəyirəm. Çünki bir yerə qədər məncə hər şeyi də eləməsinlər. Hamı da hər şey eləməsin məncə bir yerə qədər, yəni. Bax, məncə başqaları nə deyər, biraz düşünülməlidir. Yəni başqa da yəni çox ağır bir mövzudur. Yəni nə qədər istəsən danışa bilərik. Bu saatlarla danışılası bir mövzudur məncə toksiklik. Mövzu içinə bir mövzu çıxasan, yəni ki, çox gedib düşüncəlisən. Mən təbii ki də yaşlı verirəm onu. Yəni Avropalaşmaq əslində çox səhv bir anlayışdır. Səhv anlayışdır o mənada ki, bizimkilər çox səhv anlayırlar. 2005 deyirsən, 2005-dən sonrası məncə çox səhv anlayır bunu, daha çox avropalaşmağı. İndiki gənclər məncə hər şey eləməyə çalışırlar. Məsələn, yəni TikTok göz açılandan, yəni məncə sevgililiyə bu qədər bağlı, yəni protiv deyirlər. Yəni hər şeyə çox, yəni məncə rahat böyüyürlər. Ya da ailə ilə artıq əvvəlcədən öz xarakterlərini göstərirlər ki, mən beləyəm və mən artıq dəyişməyəcəm. Bizdə belə bir şans olmadığı üçün. Mən çox üzr istəyirəm. Amerikan teenagerlərin arasında şey var. Mənim artıq 18 yaşım var. Sən mənə qarışa bilməzsən, ata. Ya mən də gəlib öz anama ya da nənəmə desəydim ki, mənim 18 yaşım var. Mən 18-im necə oldu, necə keçdi, mən bilmədim. Yəni mən azadlığa 23 yaşında qovuşdum. Yəni mən 23-ə qədər belə deyim, mən universitetə gedəndə mən çox sevinirdim ki, mən ən azından tək harasa çıxacağım ki, universitetə gedəndə mən 18 yaşım var idi. 18-də azaddı ki, orada da mən universitetdən çıxıb qaça-qaça evə gəlirdim. Nə barədə ki, mən orada 10 dəqiqə gecikim. O saniyə zənglər gəlirdi. Hardasan, niyə evə gəlməmsən? Yəni hal-hazırda məsələn bəzi TikTokerlər var mənim də izlədiyim. Onlar belə gülməli videolar paylaşırlar. Məsələn mən buna gülməli video deyirəm, amma 20 yaşındakı bir gənc buna başqa bir ad verir. Nəysə, gülməli videolar paylaşırlar. Ya dostlarıyla oturdu, anası zəng edir, anası oradan qışqırır. Bu da yanından deyir ki, hə mama, narahat olma, yemək yemişəm. Biz belə böyümüşük. Amma 20 yaşındakı gənclər çox şanslıdırlar. Yəni çox azad böyüyürlər, amma bu azadlığı da bir yerdə dayan demək lazımdır. Çünki Avropalaşmaq gedim 18 yaşım olan kimi sevgili eləyim deyil. Avropalaşmaq 18 yaşın olanda rahat gedib Avropada oxumaqdır, məsələn. Ya da daha açıq fikirli olmaqdır. Ya da 18 yaşında gedib işləməkdir. Başqa şeydir. O söz var ya, deyir, lüt gəzən Avropalaşmış deyil. O lütən baxmayan Avropalaşmışdır ki, mən bu fikirlə çox razıyam. Ya mən də razıyam. Yəni məsələn, öz xarakterini önəm verən ailədən, yəni mən bunu istəyirəm, rahatlıqla eləyə bilən insanlar məncə çox şanslıdırlar. İndiki uşaqlar onu eləyə bilirlər. Amma bizdə, yəni mən özümə baxanda, yəni sən baş fərqli böyümüsən. Yəni məndə də təbii ki, eyni qanunlar var idi, amma məndə daha çox şeydir. Yəni sən onsuz da ağıllısan və sən pis bir şey eləməzsən düşüncəsi ilə böyüdüyüm üçün və bu yük üstümdə idi deyə mən heç vaxt ağlımdan belə keçirdə bilməzdim. Məsələn, universitetdən çıxıb bəlkə də qoyardılar ki, mən gedim harasa, amma mən onun beynimdə şeydir, mama düşünməsin ki, mən harasa getdim, mən özüm evə qayıdırdım, yəni. Ona görə bu da çox ağır bir yəni məsuliyyətdir. Yəni ailə ağırdır. Yəni məncə bu toksiklik, mən bir saat danışaram. Məncə ailədən bir dəfə də mövzu eləyə bilərik. Məncə də təbii ki də yəni mövzular çoxdur. Bundan sonra biraz toksik ilişkilərdən danışaq. İlişkidəki toksik insanlardan, ondan sonra keçərik yenə ailə. Ailə manipulyasiyası məncə bir mövzu olmalıdır. Mənim ailəm manipulyasiya ailə olmadığı üçün ki, o buraxılır. Mən gələn dəfə Tufanın ailəsi haqqında danışacağam. Yəni o məncə elə bilirsiniz ki, belə möhtəşəm bir ailədən. Məncə hamının bir problemi var. Möhtəşəm deyil. Çəkirdək ailəmizlə biz hamımız çox mutluyuz qadınlar olaraq ailəmizdə. Toksik insanlara qarşı necə davranılmalıdır? Yəni təbii ki, bunu məncə rahat-rahat deyə bilərəm ki, uzaqlaşın, hər şeyinizi danışmayın, əlaqəni kəsin. Belə rahat-rahat danışa bilərəm, amma mənə gələndə mən özüm belə bunu eləyə bilmirəm. Yəni məncə xarakterdən xarakterə fərqlilik göstərir. Əgər sən bu iradəni özündə göstərə bilirsənsə, məncə çox, yəni ən önəmli addım uzaqlaşmaqdır. Amma məsələn qohuma gələndə
uzaqlaşa bilmirsən bir yerə qədər və məncə özün haqqında heç nə danışmamağa çalış. Yəni o elə sənin haqqında pis düşünsün, amma sən yəni öz pozitivi onun neqativinə qatmamağa çalışmalısan. Amma dostluqda məncə yəni bacarırsansa əlaqəni kəs, bacarmırsansa da məncə hər şeyi gizlətmək ən gözəlidir. Məncə qohumlarla zarafata baxmaq lazımdır hər şeyi. Nə desələr. Hala, nə vaxt evlənirsən? Çöndəki bir qız tap evləndim. Ya da bir oğlan tap evləndim. Söhbət bağlansın. Yəni zarafata vurun. İnşallah hamımız xeyirlisi ilə evlənərik. İnşallah xeyirlisi deyilsə də heç evlənməyək. Gedib ağlamaqdansa o evliliyin içində gedib insan öz qohumuna tahammül edə bilmir, dözə bilmir. Gedib başqa yad oğlanın anasına, atasına, bibisinə dözmək məncə hal-hazırda heç çəkinəməz deyə düşünürəm mən. Səhv düşüncədimin də kiminə görə səhvdir, ona görə də biz evdə qalmış dırnaq arası sayılırıq. Amma bu mənim fikrimdir. Məncə zarafata vurmaq lazımdır. Yəni sərhəd qoymaq falan hamısı biraz çətindir. Yəni bizim pokoleniya üçün məncə çox çətin. Bu arada pokoleniya sözünün tərcüməsini zəhmət olmasa bölümünə yazın. Biz Google Permaçka girməyə ərindik. Sizdən gözləyirik. Sərhəd qoymaq bizim üçün biraz çətindir. 20 yaşında bir gənc sərhəd qoya bilər, amma biz maalesef ki, əfsuslar olsun ki, biz qoya bilmirik. Hal-hazırda tilki baxır. Pokoleniya sözünün tərcüməsinə. Qohumların arasında şey var, bir də mən sən yaxşılığı istəyirəm qızım. Vallahi yoxsa mənə Nəsil sadəcə. nəsil, nəsil. Yeni nəsil və köhnə nəsil. Biz köhnəyik. Biz köhnələrdənik. Mən sən yaxşılığı istəyirəm qızım. Vallahi ona görə deyirəm. Məncə 22 yaşına qədər bu cümləyə inanırsan hardasa. Yəni amma 22, yəni daha indikilər məncə 18 yaş anlayırlar da biz məncə bir göz biraz açılandan sonra anlayırsan ki, əslində sən heç yaxşılığı istəmirsən. Sadəcə onun istədiyi kimi həyatın olmasını istədiyi üçün sən də ona inanmısan uşaq olduğun üçün. Amma əslində yəni 90% qohumlar sən heç vaxt da yaxşılıqlı olmaq istəmirlər. Ümumiyyətlə qohum sən niyə yaxşılığı istəsinlər? Qohum gedib öz uşağın yaxşılığını istəyirsən, qardaşı qızısan, sən məsələn yad gəlindən bir qızsan, sənin yaxşılığı heç vaxt istəməz. Yəni bibidən söhbət gedir. Amma deməm, mənim üçün ana tərəf, təbii ki, ana tərəf məncə, yəni mən şanslıyam. Yəni mənim ana tərəfim çox yaxşıdır. Mən dayımdan da razıyam. Yəni bir pisliyi dəyməyibdi. Ana tərəfini heç vaxt pislik görməmişəm. Ata tərəfindən də indi ola bilsin indi kommentariyalarda, ən çox da TikTokda danışırlar. İndi deyəcəklər, yox bizim qohumlarımız yaxşıdır. Biz onsuz da hamının haqqında danışmırıq. Həmişə yaxşılar var təbii ki, amma məncə 90% ən azından çətindilər və heç kim gəlib deyə bilməz ki, hamı yaxşıdır. Yəni məncə bəzən insanın ən böyük problemi düşməni yox, ona həddindən artıq qayğı göstərilmiş kimi görünən qohumlarıdır. Amma yaxşı pis, Allah hamının canını sağ eləsin. Hamı üçün də inşallah xeyirlisi olar. Deyib bu epizodu bağlayırıq və belə deyim, bugün biz ətrafımızdakı toksik insanlardan, qohumlardan, dostlardan danışdıq, danışmağa çalışdıq. Biz yaxşı. Amma ən çətin toksik münasibətlərdə olur. Növbəti buraxılışda da məhz toksik münasibətlər haqqında danışmağı düşünürük və onda da artıq çünki susacaq, Tıxtıxanın devrəyə girəcək və mən sizə əslində heç nəyin toksikliyin olmadığını və hər şeyin sadəcə sevgi və qayğı olduğunu başa salacağam. Çox sağ olun bizi izlədiyiniz üçün. Dəyərlərinizi bizdən əsirgəməyin, zəhmət olmasa. TikTok'a baxırsan, tıkla. Mən paylaşıram. Yəni mən də demək istəyirəm ki, hamı üçün inşallah xeyirlisi olar. Gələn görüşənədək.